Samuqda yol nəqliyyat hadisəsi baş verib. APAZ-ın məlumatına görə minik maşını idarə etmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Orxan Şəfiyev və 2003-cü il təvəllüdlü şəxs xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriblər. Məlumata görə qəzada xəsarət alan Orxan Şəfiyev Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır. Faktla bağlı araşdırma aparılır. Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib. Rayonun Muğanlı kəndində baş verən qəza zamanı hərbçi ağır xəsarət alıb. Belə ki, 1984-cü il təvəllüdlü Salman Aliyev idarə etdiyi VAZ 2107 markalı 05 BX 026 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik xəttinin dəmir şalbanına çırpılıb. Qəza zamanı Salman Aliyev ağır xəsarət alaraq Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Salman Aliyevin hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.